Gününüz aydın olsun millət. Mən ilin cəmi 2 gününü istirahət edirəm. Bir yeni ilin yanvarın 1-i, ilin əvvəli və oğlumun ad günündə. Bir gün günümü oğluma həsr edirəm. Allah bütün balaları saxlasın. İzləmədə qalın. Biz həmən günü Xırdalandan yollandıq Əhmədliyə sifariş edildiyimiz tortu götürməyə. Ramal da öz əmisi oğlu Dəcəl, özünə oxşayan əmisi oğlu Ülvini yanına saldı, getdik tortu götürməyə. Da metroda birinə əsəb verdilər, birinə güldürdülər. Hoqqa verə-verə getmişik və metrodan da çıxan kimi özlərinə məxsus hoqqalarla qalmadılar. Çıxıb çöldə sok aldırdılar və o soku da alkaşlar kimi döyüşdürdülər. Yəni bu məlum məsələdir ki, Ramalın dəcəlliyindən irəli gəlir və balaca park tapdılar, orada da yerləndilər. Bir sözlə boş qalmadılar həmən günü və oradan kafeyə girdilər, ürəklər istədiyini zakazdılar. Oradan hələ bunlar azmış kimi çıxdılar, çöldə bir lotereya tapdılar, lotereya aldırdılar və başladılar oynamağa. Biri 5 manat tutdu, biri 1 manat tutdu. Ramal da dedi, mən öz taksim pulunu mən verəcəm, kişiləşdi, balaca kişi. Oradan da getdik, adət-ənənəmizə uyğun olaraq hər il ağac əkirik. Ramal ad günündə öz yaşı qədər 6 ağac əkdik. Allah xeyrin versin inşallah. Əbəlfəz baba Ramalın dilində desək, bağbanımız gözəl insanın Allah onu da canı sağ eləsin, onun əziyyətini də itirmək olmaz. Və sonra da getdim Ramalın hədiyyələrini bir karobkaya qablaşdırdım. Ramala sürpriz, sadəcə onu göstərmək istəmirəm onun içindəkiləri, çünki bəzi ehtiyac olan uşaqlar, evlatlar var ki, onları nəzərə almaq lazımdır. Və bu da Ramalın Batman tortu və atası tərəfindən də mən tərəfdən təbriki. Allah bütün balaları saxlasın. Yeri gəlmişkən də bu torta görə Esmirə xanıma da təşəkkür edirəm. Allah onun əllərini var eləsin. Allah balalarının bütün evlatların xeyir işlərində nəsib eləsin. İnşallah belə gözəl tortlar. Kimin də sifariş üçün yəni fikri olsa Esmirə xanımın TikTok səhifəsini, Instagram səhifəsini mən buraya yazaram. İnşallah müraciət edər. Allah bütün balaları xoşbəxt eləsin. Balalarınızın toyunda inşallah.